Salam əziz dostlar, mən sizi Laosdan salamlayıram. Hal-hazırda mən fərqli bir aktivitə, fəaliyyət növü var, onunla məşğul olmağa gəlmişəm. Bunun adı deməli tubingdir. Bax gördünüz, bu tubing mən sizə göstərim. Bax bu həmin bu belə deyək də təkərin içində olan o hava kamerləridir. Bu idmandır. Çox primitiv bir idman növüdür. Bax həmin bu tubinglərdən istifadə edirik, bu şeylərdən və o mağaranın içinə doğru gedəcəyik. 150 metr dərinlikdə mağaranın içində biz özümüz üzüb gedəcəyik. Belə dostlar, davam edirik. Bax gördüyünüz kimi çox möhtəşəm bir mağaranın içində, sanki bir memarlıq abidəsidir. Bu mağaranın içində davam edirik. Bax belə bir hadisi 150 metr bu formada davam edir. Bu iplər vasitəsilə. Həmin bu yolda bu iplərlə özümüzü çəkə-çəkə davam edir. Eyni istiqamətdə də o bir tərəfdən geri qayıdacaq. Yəni eyni formada geri dönəcək. Sözsüz ki, bu işıqlar mütləq lazım, çünki getdikcə qaranlıqlaşacaq içəri və müəyyən yerlərdə yarasalar da var. Sözsüz ki, bu da biraz bizim belə deyək, bu fəaliyyət növünü biraz da daha maraqlı edir. Belə dostlar, bunu da yerinə yetirdik. Çox sərfəli bir fəaliyyət növüdür. Yəni, yalnız buna ehtiyac var, düzdür. Məsələn, Azərbaycanda belə bir mağara, içində su olan bir mağara mən tanımıram, bilmirəm. Yəni, Azərbaycanın bir olaraq hər yeri gəlmişəm. Amma belə bir mağara görməmişəm. Amma bunu mütləq deyil ki, mağarada edəsən də. Bu fəaliyyət növünü çayda, göldə, hər hansı bir yerdə eləmək var. Sadə bir şeydir. Gözəl biznes növüdür. Hələlik görüşərik, sağ olun.